2025-ci ildə uşaqlara ən çox hansı adlar verilir və görək hansı adlar verilir. Ben bir söz deyəcəm də. O vaxt hansı ki Azərbaycan Dövlət Televiziyasında çalışırdım. Bir məktəbə getdim çəkilişə, bir sinifə yönəltdilər məni. Orada çəkiliş etdim. Mikrofonu uşaqlara uzadırdım da. Adın nədir? Anar. Adın nədir? Anar. Adın nədir? Anar. Bir sinifdə bəlkə 28 nəfər anar var idi və müəllimə də dedim ki, müəllimə siz bu anarları necə seçə bilirsiniz? Dedi artıq alışmışam, çünki digər siniflərdə də belədir. Məsəl üçün bir sinifdə Aytaş daha çoxdur, nə bilim Günay daha çoxdur. Deyir bizdə də anar çoxluq təşkil edir. Əslində bu adlar təbii ki veriləndə bunlar nəzərdə saxlanılmalıdır ki, daha çox hansı adlardan və niyə bu qədər adlardan çox istifadə olunur. Bəli, 2025-ci ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub, aydınlıq gətiriblər. Müsavat.com Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu 2025-ci ildə yeni doğulan oğlan uşaqlarına ən çox uğur adı verilib. Bəzən düşünürlər ki, məsəl üçün, çoxlu qız doğulanda deyirlər, qız tamam. Oğlan doğulanda deyirlər ki, uğur ona görə adı verirlər ki, böyüyəndə uğurlu olsun həyatda. Çünki valideynin özünün həyatında uğurları az olur. Ona görə övladlarına ən çox doğulan uşağına uğur adı qoyur. Mən belə düşünürəm. Belə ki, 137 ailə bu addan istifadə edir. Bundan əlavə Hüseyin 87, Yusif 86, Əli 76, Raul 70, Miran isə 53 yeni doğulan oğlan uşağına seçilən adlar olub. Dünyaya yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən adı isə Nilay olub. 91 uşağa bu adı verilib. Nilay. Bununla yanaşı Məryəm 87, Zəhra 81, Aylin 80, Melis 78, ailə isə 73 uşağın adı kimi ailələr tərəfindən seçilib.